Proqram Medianın İnkişaf Agentliyinin və Audio-Vizual Şuranın dəstəyi ilə hazırlanmışdı. Bir auditoriya, bir simulator və gələcəyə açılan böyük yol. Bu dəfə Günay Mütəllimova Azərbaycan Dövlət Dəniz Akademiyasında həm nəzəri, həm də praktiki dərslərin iştirakçısına çevrilir. Sükan arxasında ilk həyəcan, idarə etmə, dəqiq qərarlar, böyük məsuliyyət. Düşünürəm ki, mən musiqiçi olmasaydım, dənizçi mütləq şəkildə olardım. Bəzən bir qapını açmaq kifayətdir ki, tamam fərqli bir dünyaya düşəsən. Bugün qonağımızın addımladığı yer adi təhsil ocağı deyil. Burada gələcəyin dənizçiləri yetişir, xarakter formalaşır, məsuliyyət öyrədilir. Elə indi akademiyanın qapıları onun üzünə açılır. İlk qarşılanma, ilk tanışlıq və bundan sonra başlayacaq gün artıq onun üçün tamam fərqli olacaq. Artıq hər şey rəsmidir. Günay tələbə formasını geyinib və gələcəyini aparan ilk addımını atır. Qarşıda isə onu ilk dərs gözləyir. Siz artıq Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuşsunuz. Gəlin, qrup yoldaşlarınızla birlikdə ilk dərsə daxil olaq. Salam uşaqlar. Artıq ilk dərsimiz başlayıb. Siz gəmi energetik qurğularının texniki istismarı fənnindən dərsə daxil olursunuz. Müəllimimiz sizə bu fən haqqında ətraflı məlumat verəcək. Sizə bugünkü dərsinizdə uğurlar arzu edirəm. Dərs zamanı akademiyanın daxili nizam-intizam qaydalarına əməl etməyinizi xahiş edirəm. Xəzər televiziyasından mənə bu verilişlə bağlı ilk zəng gələndə mən məmnuniyyətlə qəbul etdim. Çünki 2 ildir bu layihə Xəzər TV-də yayımlanır və mən bunu sevə-sevə izləyirdim. Amma nəhayət bu günə qismət imiş, sevə-sevə təklifi qəbul etdim. Mən ilk bura daxil olanda, baxmayaraq ki, dənizçilik mənim sahəm deyil, amma burada bir doğmalıq var idi. Həm müəllim kollektivində, həm tələbə kollektivində. Mən də sanki bu tələbələrdən biriyəm kimi hisslər yaşadım. İlk dərs artıq başlayıb. Günay indiyənə qədər görmədiyi mühərriklər, nasoslar və gəmi sistemləri ilə tanış olur. Hər yeni məlumat onun üçün dənizçi peşəsini aparan yolun növbəti addımıdır. Salam yoldaş tələbələr. Bu günləri texniki gəmi energetik qurğularının texniki istismar fənnindən biz mühərrikin işə hazırlanması, işə buraxılmasını keçəcəyik. Bu fəndə deməli laboratoriya işini keçən vaxtı biz mühərriki birinci növbədə işə hazırlanmalıyıq. İşə hazırlanmaq üçün biz 6 MVD 24 markalı mühərrikin üzərində deməli mühərrikin işə hazırlanması və işə buraxılması prosesini davam etdirəcək. Burada deməli mühərriki işə hazırlamaq üçün kompressoru işə qoşmalıyıq. Kompressoru işə qoşanda biz oradan nə alırıq? Sıxılmış hava alırıq. Həmin sıxılmış hava hara gedir? Balonlara dolur. Ona görə də balona hava doldurulur. Sonra isə biz həmin balondan istifadə edirik. İstifadə edən vaxtı
deməli bütün proseslər mühərrikin üzərində aparılır. Gəminin ürəyi sayılan mühərrik, onun necə işlədiyini, gücün necə ötürüldüyünü və sistemlərin bir-biri ilə necə əlaqələndiyini müəllim izah eləyir. Günay isə ilk dərsdən etibarən bu mürəkkəb mexanizmlərlə yaxından tanış olur. İşə salmamışdan əvvəl vizual baxış keçirik. Baxış keçirəndən sonra mühərrikin karterində yağın səviyyəsinə baxırıq. Bax, görürsünüz, karterdə yağın səviyyəsini ölçmək üçün bax, bu şubdan istifadə olunur. Burada görürsünüz, xəttlər var. Bu yuxarı xəttdə nə olmalıdır? Yağ olmalıdır karterdə. Aşağıdakı xəttdə olanda, onda deməli, karterə yağ əlavə etmək lazımdır. İndi isə nəzəriyyə praktikaya çevrilir. Müəllim mühərrikin işə salınma ardıcıllığını əyani şəkildə göstərir. Yağ nasosları işə salınır, sistemlər yoxlanılır və mühərrikin işə salınma prosesi addım-addım izah olunur. Günay bütün prosesi böyük maraqla izləyir. Sistemi doldurmaq üçün nə edirik? Yanacaq nasosunu işə buraxacağıq. Yanacaq nasosu işə buraxmaq üçün deməli burada nə var? Sonra isə biz mühərrikin soyutma sistemini işə hazırlamalıyıq. Onu hazırlamaq üçün nə etmək lazımdır? Mühərrikdə su nə iş görür? Mühərrik işləyən vaxtı orada istədiyin bir hissəsini su vasitəsilə götürülür. Dənizçilik Akademiyasının peşəkar müəllimi hər bir prosesi əyani və anlaşılıqlı şəkildə izah eləyir. Burada əldə olunan biliklər yalnız gələcəyin dənizçiləri üçün deyil, texnikanın iş prinsipini öyrənmək istəyən hər kəs üçün dəyərli məlumatdır. Elə buna görə də hər dərs yeni bir bilik, yeni bir təcrübə deməkdir. Mühərrikin soyutma sistemini hazırladıq. Mühərrikin soyutma sistemindən sonra isə biz kompressoru nə edəcəyik? İşə salacağıq. Kompressoru işə salmaq üçün də soyutma sistemi var. Ona görə də orada kompressoru işə salmamışdan əvvəl nə etmək lazımdır? Ventilini açmaq lazımdır ki, kompressora su daxil olsun. Ona görə də o kompressoru açmaq üçün, işə buraxmaq üçün deməli nə etmək lazımdır? Burada avtomatı işə salmaq lazımdır. Sonra gəlirik kompressorun yanına. Mən nə etdim? Kompressorun deməli soyutma sistemini, ventilini açdım. Deməli kompressora su daxil olur. Ondan sonra isə biz nə edirik? Kompressoru işə salırıq. Doğmalıqla paralel olaraq burada dərslər çox ciddi şəkildə keçirilirdi. Hətta mən bugün matros oldum. Əslində kənardan izlədiyimiz qədər də bu dənizçilikdir, matros, kapitan olmaq o qədər də asan deyil. Çünki mən bugün bir anlıq da olsa bunu yaşadım. Orada keçirilən o etaplarla olan sistemlər, məsələn, naviqasiya sistemi, xəritələr, çertyojlar, nə bilim, çox şey var idi da. Yəni bunları bu proseslərdə iştirak eləmək çox maraqlı idi, amma çox da çətin idi. Mən düşünürəm ki, bunu bir günə öyrənmək qeyri-mümkündür təbii ki. Yəni illər lazımdır ki, tam bir peşəkar kapitan, peşəkar matros olasan. Növbəti dərs, yeni auditoriya, yeni biliklər və daha böyük məsuliyyət. Burada hər detal gələcək peşənin ayrılmaz hissəsidir. Günay anlayır ki, dənizçi olmaq təkcə forma geyinmək deyil, həm də böyük intizam, səbir və öyrənmək deməkdir. O da bütün diqqətini dərsə yönəldərək bu yolun hər addımını inamla davam elətdirir. Əziz tələbələr, biz sizlə keçən dərs sizə məlum olduğu kimi elektron xəritə displeyinin informasiya sistemi cihazlarında gəmilərin real vaxt rejimində sovuşması prosesini də qalmışdıq və mən sizə demişdim ki, bunu növbəti dərs artıq bizim
deməli, 2 kapitan körpüsündən ibarət simulyasiya otağında simulyativ qaydada həyata keçirəcəyik. Odur ki, bizim 2 ədəd kapitan körpüsündə hər körpüdə 5 tələbə olmaq şərti ilə bu simulyativ və trenajör dərsini reallaşdırmaq üçün 10 tələbəyə ehtiyac var. Deməli, 15 dəqiqə, 15 dəqiqə. Sonra biz növbəti yarım qrupla keçib orada bu prosesi icra eləyək və siz praktik cəhətdən bizim bu anadək keçdiyimiz dərsi orada canlı şahidi olasınız. Buyurub keçə bilərsiniz. Dərs artıq simulyator otağında davam eləyir. Burada nəzəriyyə praktikaya çevrilir. Müasir simulyatorlar vasitəsilə gəmidə qarşılaşa biləcək müxtəlif vəziyyətlər canlandırılır. Təcrübəli müəllim hər mərhələni əyani şəkildə izah eləyir. Tələbələr isə gələcək peşələrinin məsuliyyətini hiss eləyərək prosesi diqqətlə izləyirlər. Gördüyünüz kimi burada hal-hazırda 3 monitor görürsünüz və bu monitorların hər birinin özünə məxsus funksiyanı göstərmə qabiliyyəti var. Bu elektron xəritədir. Bu gəminin vizual görünümünü, ətrafın vizual görünümünü təmin edir. Bu isə bizim radar cihazımızdır ki, ətrafdakı hədəflərə görə sovuşma prosesini həyata keçirdir. Burada baxsaq, yəni biz ətrafı da müşahidə edə bilirik burada. Baxın, artıq biz gəmimizin sağında, solunda nəyin olduğuna görüb ona görə qərar edirik. Teleqraf vasitəsilə sürəti veririk. Burada elektron xəritədə siz görürsünüz bunu. Biraz yaxınlaşdırar elektron xəritəni. İndi isə nəzəriyyə tamamilə praktikaya çevrilir. Günay sükan arxasına keçir və ilk dəfə gəmi idarə etməsinin məsuliyyətini hiss eləyir. Təcrübəli müəllimin göstərişləri ilə hər bir hərəkəti addım-addım yerinə yetirir. Bu peşənin incəliklərini və məsuliyyətini yaxından öyrənməyə başlayır. Artıq tam sürət irəli verin. Tam sürət irəli. İkisini də. Bəli, bəli. Gəmimiz 2 mühərriklidir. Bu xəritədir, bu nədir? O radardır. Elektron xəritə artıq 4-cü sənaye inqilabının məhsuludur. Yəni bütün cihazlar, girokompas, gəmidə üzüş zamanı suyun dərinliyini göstəricisi, echolot, ekosounder, eyni zamanda Global Position sistemi sinxronize olunub. Bir pəncərə sistemində hamısını müşahidə edə bilirsiniz burada. Bu isə artıq deməli heç bir cihazdan asılılığı olmayan, gəmidə onun stansiyası mövcud olan radiolokasiya sistemidir. O daha güvənirlidir. Yəni bizdə maksimum dərəcədə gəmidə üzüş zamanı güvənirliyi təmin etmək məqsədi ilə biz bu cihazlarla birlikdə işləməyə bacarmalıyıq. Siz burada hərəkəti davam elətdirin. Bax, burada görürsünüz, siz kursdan çıxırsınız. Sizin kursunuz, bax, sağa döndərin 10 dərəcə. Verilən komandalarda belə olur. Yəni, mən sizə desəm ki, sağ bord 10 dərəcə. Komandanı mən sizə belə verəcəm. Və yaxud da kapitan komandanı belə verir. Siz o komandanı təkrarlayırsınız. Yəni, mən sizin verdiyim komandanı eşitdim. Siz təkrar edin, sağ bord 10 dərəcə deyin. Sağ. Biraz uza səslə. Sağ bord 10 dərəcə. Sağ bord 10 dərəcə. Aha. Sonra buradan sağ bord 10 dərəcə verirsiniz. Sağ bord 10 dərəcə oldu. Olandan sonra bir də təkrar edirsiniz. Sağ bord 10 dərəcədir. Sağ bord 10 dərəcədir. Aha. Mən dərhal münasibət bildirirəm. Yaxşı, bu qaydada saxla. Bəs təhlükə olarsa? Təhlükə olarsa da kapitanın göstərişi ilə icra edirsiniz onu. Sağ bord 20 dərəcə. Sağ bord 20 dərəcə. Sağ bord 20 dərəcədir. Yaxşı, bu qaydada gedin. Simulyatorda hər şey real şəraitə uyğun qurulub. Müəllim ardıcıl komandalar verir. Sağa 10 dərəcə, kursu saxla, sola 20 dərəcə. Günay isə heç tərəddüd eləmədən bütün göstərişləri yerinə yetirir. Sükan arxasında keçirdiyi hər dəqiqə ona bu peşənin məsuliyyətini və dəqiqliyin nə qədər vacib olduğunu daha yaxşı hiss elətdirir. Sükan düz. Sükan düz. Sükan sol 20.
Sükan sol 20. Sükan 20-dir. Yaxşı, qəbul. Görürsünüz, biz artıq öz yerimizə gəldik, hətta həddindən artıq gəldik. İndi isə siz belə hərəkəti davam edin, çalışın bu kanaldan çıxmayın, kanala girin, kanala gedin. Qısa zaman ərzində Günay artıq bir neçə fərqli dərsdə iştirak edib. Hər auditoriya, hər müəllim və hər məşğələ ona dənizçi peşəsinin yeni bir tərəfini tanıdır. İndi isə növbə daha bir vacib dərsindir. Görək bu dəfə onu hansı sınaq və hansı biliklər gözləyir. Bax, burada gördüyünüz kimi 4 ədəd ekran var. Ekranların biri deməli, bizi rabitə sistemi ilə təmin etmək üçündür. Digəri radiolokasiya sistemində ətrafımızda olan gəmiləri müşahidə etmək üçündür. Bu da maşın şöbəsində və yaxud da bizim maşın şöbəsinə aid, gəminin mühərrik bölməsinə aid məlumatlar əks olunur. Bizim gəmimizin gücü və yaxud da gəmimizin parametrləridir. Yəni, gəmimizin yük götürmə qabiliyyəti, gəmimizin maksimum uzunluğu, paralellər arasındakı uzunluq, ən böyük eni və digər məlumatları var ki, məsələn, burada sirkulyasiya diametri var, taktiki diametri var. Yəni, bu şeyləri biz bilməliyik ki, gəmimizlə hərəkəti təmin edək. Burada gördüyünüz kimi elektron xəritə mövcuddur. Elektron xəritədə bizim gəmimizin dayandığı yer bax buradadır, fikir versəz. Biraz yaxınlaşdırırıq ki, indi manevr əməliyyatına başlayacağıq. Başlayaq. Siz zəhmət olmasa sol maşını, sol mühərriki yarı 4 diş geri eləyin. Yox, sağ mühərriki, sağı çox üzr istəyirəm. Sağ mühərriki geriyə 4-ə qədər, bəli. Sağı da isə 4-ə qədər, bəli. Saxlayın orada. Eyni zamanda burada dediyim cihazı da aktivləşdirirəm. Aha. İndi fikir verin gəminin burnuna. Gəminin burnu başlayacaq hərəkətləməyə, aralanmağa oradan. Baxın. Dənizçi olmaq təkcə nəzəri biliklərlə kifayətlənmir. Hər öyrənilən mövzu mütləq praktikada sınaqdan keçirilir. Günay da müəllimin nəzarəti altında sükan arxasına keçir və verilən komandaları ardıcıllıqla yerinə yetirir. İlk dəfə olsa da özünü inamlı aparır. Görünür, dənizçilik ona heç də uzaq peşə deyil. Hətta qeyd eləmək istəyirəm ki, uşaq vaxtlarımızdan sevə-sevə izlədiyimiz bir film yadıma düşdü. Sehirli xalat, hansı ki, şagirdlərin Marsa uçuşu. Bu gün mən də bir film yaşadım. Düzdür, Marsa uçmadım, amma sanki bir matros idim. Gəmini həqiqətən özüm idarə eləyirdim. Çox maraqlı hisslərdir. Mən bunları, yaşadığım bu gözəl hissləri tam olaraq sizə ötürə bilməsəm də, ümid edirəm ki, baxdınız, başa düşdünüz məni. Qonağımız çox aktiv idi dərslərdə, yaxından tanış olurdu, sual-cavab bölməsində iştirak edirdi. Təbii ki, simulyatorlarda bəzi o peşəkar fənlərin ki, o simulyator hissəsi var, onlar idi. Orada çox suallar yaranırdı, amma öhdəsindən gəlməyə çalışırdı. Onu da qeyd edim ki, bizdə təhsil müddəti 4 ildir. 4 ildə təbii ki, bu uşaqlar müxtəlif fənlər keçir və birinci, ikinci kursda ümumi fənlər, üçüncü, dördüncü kursda isə ən çox peşə ixtisaslı fənlər keçirlər. Bizim qonağımız da çalışırdı ki, bu fənləri daha dərindən mənimsəsin. Təbii ki, bir günə bunu sığışdırma mümkün olmazdı, amma öhdəsindən gəlməyə çalışırdı, nəsə öyrənməyə çalışırdı. Çox aktiv idi. Yeni auditoriya, yeni mərhələ və yeni biliklər. Dəniz Akademiyasında hər dərs əvvəlkindən daha maraqlı və daha məsuliyyətlidir. Müasir simulyatorlar, innovativ tədris üsulları və illərin təcrübəsinə sahib müəllim heyəti tələbələrə peşənin bütün incəliklərini öyrədir. Günay da müəllimin izahlarını böyük diqqətlə dinləyir. Uzun dərs saatları artıq onun üzündə yorğunluq izləri buraxsa da, o bunun fərqinə varmamağa çalışır. Çünki burada hər kəsin bir məqsədi var: gələcəyin peşəkar dəniz kapitanı olmaq. Bu yolda isə əzm, intizam və dözümlülük ən vacib keyfiyyətlərdən biridir.
Yoldaş tələbələr, bugünkü mövzumuz bizim radar və trenajör hazırlığıdır. Radar və trenajör hazırlığı deyiləndə biz ümumiyyətlə radar sözünün, belə deyək, mənasını bilməliyik. Radar nə deməkdir? Radar ingilis dilindən tərcümədə radio and ranging. Bunun tərcüməsi belə deməkdir. Hədəfi aşkarlamaq və ona qədər olan məsafəni ölçmək deməkdir. Biz nə vasitəsilə bunu ölçürük? Radar vasitəsilə. Bax, burada gördüyünüz monitor həmin o radarın ekranını göstərir. Bütün, deməli, gəmidə olan, dənizdə olan suüstü hədəfləri biz radar vasitəsilə aşkar edə bilirik. Və hər hansı bir məsafədə, onu deyək, aşkar etmək üçün onları biz bax bu dairələr vasitəsilə gətiririk, həmin hədəfin üstünə qoyuruq və ona qədər olan məsafəni ölçürük və peelingi bunun ətrafında olan bax bu dərəcələrlə müəyyən edirik. Dəniz Akademiyasında heç bir sual cavabsız qalmır. Təcrübəli müəllimlər hər bir tələbənin mövzunu tam mənimsəməsi üçün bilik və təcrübələrini bölüşürlər. Günay da onu maraqlandıran sualları verir. Müəllimin ətraflı izahlarını diqqətlə dinləyir. Çünki burada məqsəd təkcə dərsi keçmək deyil, gələcəyin peşəkar dənizçisini yetişdirməkdir. Və bu minvalla bütün gəmiləri, dənizdə olan, ətrafımızda olan gəmiləri müşahidə edirik, onlara olan peeling və distansiyanı müəyyən edib, həmin bu manevr planşetində onu əks elətdiririk. Deməli, radarın ekranında elə bil ki, əks olunan bütün hədəfləri biz harada müəyyən edirik? Manevr planşet. Bizim öz gəmimiz artıq harada? Bax, bu mərkəzdir. Mərkəzdən, deməli, görürsünüz, bax, burada nələrdir? Məsafələrdir. Yəni, biz dedik, radar sözünün açılışı nədir? Hədəfə olan məsafəni ölçməkdir, elə deyilmi? Ona görə biz buradayıq, hədəfi müəyyən eləmək istəyirik. Artıq görürsünüz burada, hədəfin nəyi? Kursu göstərilir, 290 dərəcə. Və bu dərəcələr manevr planşetinin ətrafındadır, sıfırdan gəlir bura. İndi 290 dərəcəni siz müəyyən etmək üçün görürsünüz, 290 dərəcə buradadır. Gətirirsiniz, mərkəz sizin öz gəminizdir, qoyursunuz paralel xəttkeşi və buna qədər nə edirsiniz? Burada siz dərəcənizi artıq təyin etmiş olursunuz. Nə qədərdir? 290 dərəcə. Deməli, sürətimiz nə qədərdir bizim? 16 uzil. Biz nə elədik? Bunu deməli, 1 uzil, yarım və burada sayırıq. 1, 2, 3, 4, 5, 6. Gəldi və burada nöqtəni də qoyuyoruz. Strelkamızı çəkirik və artıq bizim nə oldu? Sürətimiz 16 uzil, kursumuz 290 dərəcə. İndi zəhmət olmasa siz bunu mənə göstərin. Necə müəyyən edilir? Gəmimiz mərkəzdədir. Bəli, bu bizim mərkəzdə olan gəmimizdir. Buradan götürürük 290 dərəcəni mənə müəyyən edin. Hədəfimiz, sürətimiz də 16 uzildir. Necə müəyyən edirik? Gətiririk paralel xəttkeşi bura. Nə qədər olur? 290. 290 dərəcə. Buradan işarə eləyirik, 290 dərəcəni də biz qeyd edirik. Düz deyilmi? Bu oldu bizim nəyimiz? Kursumuz. İndi biz nə etməliyik? Sürətimizi müəyyən etməliyik. Biz hansı kursla gedirik və hansı sürətlə hərəkət edirik, elə deyilmi? Bəli. Bax, o biz artıq kursumuzu təyin elədikdən sonra biz nə edirik? Hansı sürətlə hərəkət elədiyimiz. 1, 2 mil, bir də nə qədər oldu? Burada sayırıq. 6 dənə, bu balaca xəttlər düzdür görürsən. Bu oldu 16. Aydın oldu mu? Bəli. Zəhmət olmasa bunu təkrar göstərir. Buradan başlayırıq. Mərkəzi bura qoyursan. 1 milli ilə götürürük. Aha, bax bu yaşıl olan yerə kimi. 1 milli, aha, 2 və 6. 6. 6-nı doğru. Bu oldu bizim nəyimiz? Sürətimiz. Növbəti auditoriyada isə tələbələri gəmi naviqasiyasının ən vacib sistemləri gözləyir. Təcrübəli müəllim girokompasın, exolotun və kurs göstərici cihazlarının iş prinsipini ətraflı izah eləyir. Günay isə diqqətlə dinləyir. Hər bir cihazın gəminin təhlükəsiz idarə olunmasında hansı rolu oynadığını öyrənir. Əziz tələbələr, biz sizlə bundan öncəki dərsimizdə proseslərin sumulyativ qaydada icrası ilə əlaqədar kapitan körpülərində müəyyən sovuşma proseslərinin həyata keçirilməsi üçün müvafiq təlim
prosesi həyata keçirdik. Yəni dərs keçdik. O bizim müasir həyatımızda 4-cü sənaye inqilabının tətbiqi ilə bağlı olaraq, yəni biz prosesləri Kapitan Körpüsündə, yəni bir ekranda cəmləşdirib, deməli, üzüş prosesini həyata keçirdik. O cihazlar, müxtəlif cihazlar var. Məsəl üçün, bax, burada fikir versəz, bu həmən cihazlardır. Yəni, bunlardan konfigurasiya olunub monitora gəlir, sinxronizasiya prosesindən sonra. Gyrokompas cihazını görürük. Yəni, burada Vega tipli, gyroazimut deməli, kompasıdır. Eyni zamanda biz burada NEL M3B deməli, exalotunu görürük. Bu bizim kurs göstərici cihazımız idi. Müasir gəmini bu cihazlarsız təsəvvür eləmək qeyri-mümkündür. Gyrokompas, exolot, kurs göstərici cihazları və digər naviqasiya sistemləri. Müəllim hər bir avadanlığın təyinatını, iş prinsipini və dənizdə necə istifadə olunduğunu əyani şəkildə izah eləyir. Günay da verilən məlumatları böyük maraqla mənimsəyir. Bizim kurs göstərici cihazlarda maqnit kompasımız da var. Maqnit kompası bilirsiniz ki, ya təzə, ya köhnə, fərq eləmir. Maqnit kompası yer maqnetizminə görə istiqaməti təyin edən cihazdır. Bax, fikir verin, burada da maqnit kompasımızdır. Bu da bunun nə idi? Yəni, maqnit kompasının göstərici katuşkasıdır. Burada da yırğalanmanın təsirini öldürən bir üzüklər yerləşdirilib, deməli, kompasın öz altına. Dərs davam elədikcə Günay dənizçiliyin nə qədər dəqiq və məsuliyyətli peşə olduğunu daha yaxşı anlayır. Müxtəlif növ gyrokompaslar, müasir naviqasiya avadanlıqları, exolot və gəminin istiqamətini müəyyən edən sistemlər. Hər bir cihazın öz funksiyası var və onların düzgün istifadəsi dənizdə təhlükəsizliyin əsas şərtlərindən biridir. Təcrübəli müəllimin izahları sayəsində Günay bu mürəkkəb görünən sistemlərin iş prinsipini addım-addım mənimsəyir. Bizim dənizçilik məktəbi ilk öncə 1881-ci il 21 noyabrda dənizçilik sinifləri ilə təşkil edilibdir. Aprel ayından deməli noyabr ayına qədər uşaqlar təcrübəyə gedirdilər, amma təhsil müddəti noyabrdan aprel ayına qədər davam eləyirdi. İlk dəfə Çar Rusiyasının imperatorunun təşəbbüsü ilə təşkil olunub burada dənizçilik məktəbi, ilk dənizçilik sinifləri açılıb. Sonra deməli dənizçilik mexanika kursları açılıb burada və artıq dənizçi şturmanlarla yanaşı həm də mexaniklar deməli təhsil almağa başlayıblar. Ondan sonra müxtəlif vaxtlarda, müxtəlif illərdə bu məktəbin adı dəyişdirilib. Uzaq Səfərlər Məktəbi, Dəniz Yolları Məktəbi, ən axırıncı 1945-ci ildə isə Qafur Məmmədov adına Dənizçilik Texnikumu adlandırılıbdır. Və artıq 90-cı illərdə, iyul ayında, 1996-cı ildə həmin bu məktəbin bazasında deməli dənizçilik Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıbdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə təbii ki. Ondan sonra indiyənəcən də akademiya olaraq fəaliyyət göstərir və bizim bu akademiyanın diplomları dünyanın 175 ölkəsində tanınır. Sertifikatları var, müxtəlif sertifikatları alıbdır. Mən burada sizi tanış eləmək istəyirdim. Bu bizim bu stend, burada bu irsi dənizçilərdir. Ailəlikcən burada yəni təhsil almış və bu təhsilini də həmin bu məktəbdə davam elətdirmiş deməli insanların şəkilləridir. Və ilk bir tələbəmiz Süleyman İsmail oğlu bu məktəbin ən birinci məzunlarından biri olubdur.
Bir dərs bitir, digəri başlayır. Dəniz Akademiyasında hər auditoriya yeni bilik, yeni təcrübə deməkdir. İndi isə Günayı tam fərqli bir fən gözləyir. Hər keçirilən mövzu onu gələcəyin peşəkar dənizçisi olmağa bir addımda yaxınlaşdırır. Yoldaş tələbələr, bugünkü dərsimiz bizim soyutma sistemidir. Gəmidə ümumiyyətlə bir neçə 60-dan yuxarı sistem var. Bu soyutma sistemi də bu sistemlərdən biridir. Açıq kontur dedikdə, bax burada mən göstərirəm. Filtrdən, deməli, bu girişidir. Açıq konturun başlanğıcı burada başlayır. Bitiş nöqtələri isə bu gördüyümüz borddan kənardakı olan zabırt. Bu overboard, yəni ingilis dilində overboard. Azərbaycan dilində isə borddan kənar bu məntəqələrdə bitir. Açıq kontur. Özdə gördüyünüz kimi burada açıq konturda gördüyünüz yaşıl rənglə harda bu gördüyünüz yaşıl rənglər varsa, o bizim açıq konturumuzdur. Qapalı kontur adından gördüyü kimi qapalı formada olan konturdur. Bu isə bu gördüyünüz tünd göy rəngdə sxemdə göstərilmişdir. Açıq konturu dibəyək dediyimiz kimi burada başlayır və bitiş nöqtələri isə buralardır. Gəmi hərəkət edən zaman siz indi təcrübədə də görəsiniz ki, botdan kənara həmin o soyudulan su xaricə, dənizdən götürülür və gəlir. Bu soyuducularda, bu plastinka tipli soyuducularda deməli qapalı kontur üzrə hərəkət edən şirin su soyudularaq dəniz suyu botdan kənar xaric olunur. Bu qapalı kontur isə bu gördüyünüz kimi burada başlayır və burada da bitir. Qapalı kontur gördünüz çıxdı, daxil olur soyuduculara, soyuyur, soyuyandan sonra gəlir nasosdan keçərək, fikir verirsinizsə, bu mən göstərdiyim, izah elədiyim sxem üzrə təzədən qayıdır, deməli, mühərrikin içinə, yəni qapalı çevrə üzrə devr eləyir. Bu şirin sudur, gördüyünüz kimi bu şirin sudur, bu isə dəniz suyudur. Yaşılla göstərən sxemdə göstərilənsə açıq konturda olan dəniz suyudur. Bir gün ərzində fərqli auditoriyalar, müasir simulyatorlar, peşəkar müəllimlər və dənizçiliyin incəlikləri. Günay üçün bu həm maraqlı, həm də yadda qalan bir təcrübə oldu. O, gələcəyin dənizçilərinin necə hazırlandığını öz gözləri ilə gördü və bu peşənin arxasında dayanan zəhməti yaxından hiss elədi. Ola bilər biraz yorğun görünərəm, çünki dərslərimiz çox məsuliyyətli, çox ciddi. Tələbələrlə gözəl bir gün yaşadım, onlarla çoxlu söhbətlər elədim bu mövzuyla bağlı və başa düşdüm ki, həqiqətən də çox dəniz sahəsi ümumiyyətlə bu akademiyada dərslər çox ciddi keçirildiyi üçün çox da çətin bir peşədir. Mən bu çətin peşədə bütün tələbələrə uğurlar arzulayıram və hansı ki, yeni məktəbi bitirmiş, bu sahəyə addımlayan gənclər var. Düşünürəm ki, siz çox doğru yoldasınız və onu da qeyd edeyim ki, yeni gənclər var, hansı ki, Dəniz Akademiyasına hazırlaşır, gələcəkdə dənizçi olmaq istəyirlər, kapitan olmaq istəyirlər. Mən düşünürəm ki, siz çox doğru yoldasınız, bu çox gözəl bir sahədir. Düzdür, mənim sahəm deyil, mənim sahəm musiqi sahəsidir, amma mən indi düşünürəm ki, mən musiqiçi olmasaydım, dənizçi mütləq şəkildə olardım. Dənizi sevirdim, amma bugündən etibarən əminəm ki, lap çox sevəcəm. Daha çox, məsələn, gəmi görəndə daha çox maraqlanacağam. Çünki artıq az da olsa bilgim var. Çünki bu gün çox gözəl dərslərimiz oldu. Çox məmnun qaldım. Çox sevincliyəm, hətta yəqin ki, hiss edirsiniz.
Azərbaycan Dövlət Dəniz Akademiyası təkcə təhsil ocağı deyil, gələcəyin kapitanlarının, mexaniklərinin və dəniz mütəxəssislərinin yetişdiyi bir məktəbdir. Burada hər dərs, hər məşğələ və hər praktik təlim tələbələri məsuliyyətli peşə həyatına hazırlayır. Məhz bu auditoriyalarda qazandıqları bilik və bacarıqlar gələcəkdə onları dünya dənizlərində uğura aparacaq. Akademiyanın deməli məzunları dünyanın 170 ölkəsindən, daha çox ölkəsində belə işləyə bilərlər. Yəni akademiya diplomları tanınır, 170-dən artıq ölkədə tanınır. Bu da Beynəlxalq Dəniz Təşkilatının üzvü olduğu ölkələr tərəfindən tanınır, belə deyək. Akademiya tələbələr Dövlət İmtahan Mərkəzinin yolu ilə qəbul olurlar və sonra akademiya bitirdikdən sonra isə işə qəbul prosesi Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin təşkil etdiyi işə qəbul prosesindən keçərək işə düzəlirlər və yaxud da xarici firmalarda üst tuturlar ən çox işləməyə. Hər il akademiyanın belə deyək, yayda digər ali təhsil müəssisələrinin tələbələri gedib istirahət edəndə, asudə vaxt keçirəndə bizim tələbələrimiz təcrübədə olurlar. Gəmilər, müxtəlif gəmi, donanmanın müxtəlif gəmilərində təcrübədə olurlar. Sonuncu kursda isə 4-cü kursun 2-ci semestri bunlar gedirlər diplom qabağı təcrübə deyilən bir 4 aylıq böyük bir təcrübə və ən əsas o diplom qabağı, yəni diploma lazım olan peşəkar təcrübəni orada toplayırlar və beləliklə gəlib yekun attestasiyadan keçərək öz diplomlarını əldə edirlər. Özümü abituriyentlərə tutub demək istərdim ki, dənizçi peşəsi çox şərəfli bir peşədir, tarixi olan bir peşədir və Azərbaycan ölkəsini təmsil edirlər gəmidə, bayraq altında, Azərbaycan bayrağı altında. Bu da böyük bir şərəf və qürurdur. Ona görə mən onlara dəvət edərdim ki, gəlib akademiyada təhsil alsınlar və gələcəkdə bizim ölkəmizi dünyada təmsil etsinlər. Denizci olmak için cesaret kanımızda, öğrenmeye teperde, heveste canımızda. Okuyup tehsil almak, iftihardır, şereftir, deryaların bilmeye esas taleptir. Bu müqəddəs ocağa borclu qalmarıq bizdə. Kitaba baş əyənə, baş əyər dənizlərdə. Bayrağa vətən qədər sevgi var qəlbimizdə. Dalgalandıraq gerek biz onu her denizde. Bayrağa vətən qədər sevgi var qəlbimizdə. Dalgalandıraq gerek biz onu her denizde. Dalgalandıraq gerek biz onu her denizde. Bugünlük və bu həftəlik bu qədər. Gələn həftə yeni buraxılışımızı izləməyi unutmayın. Gözünüz Xəzərdə olsun.